və izahum ilə ələl cənazə əla şəfiril qəbir nudiyə bisəlas. İslam Peyğəmbəri buyurur, elə ki cənazəni gətirib çatdırdılar qəbristanlığa, onu qoydular qəbrin qırağına. İndi istəyirlər ki, qəbrin ayaq tərəfindən onun baş hissəsini salalar qəbrin içərisinə, o məqamda torpaq onun ruhuna xitab eləyir. Yəbnə Adəm, ay Adəmin balası, və kumtə fi zəhri zahikə, sən mənim üstümdə gəzərdün gülə-gülə. Zahik, gülən adama deyərlər. Buyurur, sən mənim üstümdə gəzərdün gülə-gülə, fəsir təfi bətni bakiyə, içəri gələndə niyə belə ağlaya-ağlaya gəlirsən? Bəs sən unutmusan ki, sən torpaqdan yaranmısan, torpağa da qayıdacaqsan, sən onu unutmusan. Və kumtə fi zəhri fərihən, sən mənim üstümdə gəzərdün şad halda. Fəsir təfi bətni həzinən, içəri gələndə niyə belə qəmli gəlirsən, qüssəli gəlirsən bura? Sən bir ömür həyat yaşadın, fikir eləmədin ki, bir gün səni aparıb torpağın altında qoyacaqlar. Onu sən düşünmədin. Bir nəfər gəldi İslam Peyğəmbərinin yanına, Həzrət məsciddə əyləşmişdi. Gəldi İslam Peyğəmbərinin yanına, məscidin qapısından girdi içəri, dedi ki, Muhammed, eşitmişəm, sən təzəlicə Peyğəmbər olubsan. Eşitmişəm, sənə Cəbrəil gəlir. Eşitmişəm, sən qanun çıxardırsan. Elədir? Həzrət buyurdu, bəli. Allah əmri ilə mən bəşəriyyətə Peyğəmbər seçilmişəm. O adam buyurdu, o qanunlarından bir neçəsi mənədir. Həzrət üzün tutdu səhabələrə, dedi ki, ona bir-iki dənə ayə Qur'andan oxuyun. Qanun Qur'andır da. Səhabələr də Qur'anın Zilzal surəsindən bir neçə ayə ona